Qarabağın həmişə transfer məsələsində biz tənqid edirdik ki, maliyyə gəlir, Qarabağ transferləri gecikir, düzgün transfer eləmir və bu il tam tərsinə Qarabağ digər klublarımızdan daha sürətli şəkildə transferləri başladı və çox sayda legioner komandaya dəvət olundu. Amma görünür ki, bəzən Qurban Qurbanov və Tahir Gözəl haqlıymış ki, kütləvi şəkildə transfer etmək adına transfer etmək lazım deyil. Bəzi transferlər həqiqətən də özlərini doğrulda bilmədilər. Amma məsələn transferlərdə mən mühadibin oyunu çox bəyənirəm. Vestri ilə oyunlarında cavab oyununda meydanda olmuşdu və həqiqətən də o bizim o danışdığımız yaralı yerimiz olan o texniki oyuncu texnikası Qarabağın oyun modelinə daha oyun modelinə bəli daha uyğundur. Qurban Qurbanov hər zaman oynatmır yeni transferləri, müəyyən qədər gözləyir komandaya uyğunlaşmaq üçün, amma mühadibi biz görürük ki, əsas heyətdə başlayıb. Eyni zamanda Makreskis də bugün start heyətdə meydanda olacaq. Biraz Bəhlulun olmamağı müdafiədə problem yaradır. Yenə Mateus Silva müdafiənin mərkəzində oynayacaq, Makreskis sağda. Amma mən düşünürəm ki, Qarabağ müdafiəsində ciddi problem yoxdur. Yəni biz Sofia ilə oyundan sonra başa düşürük. Biraz emosional olaraq azarkeşlər Qarabağı tənqid eləməyə başladılar. Amma Qarabağ 4 oyunda məğlub olmur Avropada start verəndən sonra. Və qol buraxmır. Qol da buraxmır, bəli. Əsas məsələ odur ki, Vestri ilə oyunlarda qolsuz bitirdilər, qol buraxmadan bitirdilər və CSKA Sofiyada məğlub olmadı əslində. Penaltilər seriyasında mübarizəni dayandırdı və lotereya adlandırılır. Və müdafiədə əsas problem yoxdur. Əsas bizim üçün vacib olan hücumdur və Qurban Qurbanov çox maraqlı heyət çıxardı. Həqiqətən də mən açığı Sefası düşünsəm də Zubirin mərkəzdə başlamağını gözləmirdim. Çünki həm Montiel, həm Kadi oynaya bilərdi həmin mövqedə, amma Qurban Qurbanov maraqlı bir seçimlə açığı başlayıb bu belə deyək seçimə. Dinamo Kiyev haqqında da danışarıq, onun da heyətini belə deyək, təhlil edərik. Qarabağ isə hazırki heyət üzərindən danışanda həqiqətən də bir daha qeyd edirəm ki, çox maraqlı heyətdir və proqnoz eləmək çətindir ki, Qarabağ necə başlayacaq. Qurban Qurbanovun ağlında bu dəfə nə var ki, belə bir maraqlı heyətlə çıxıb.